Azərbaycan ordusunda hər yubiley bayramında maaşlar qaldırılırdı. Baxın, Azərbaycan ordusunda hər yubiley bayramında ordunun maaşları artırılırdı. 2008-ci ildə 90 illik yubileyində, 2013-cü ildə 95 illik yubileyində, 2018-ci ildə 100 illik yubileyində, 2023-cü ildə 105 illik yubileyində, yəni ordumuzun yubileyində, silahlı qüvvələrin yubiley tədbirində hərbiçilərin maaşı ən azı 10% sada qaldırılırdı. Həmin maaş qaldırma bayrama görə olurdu və bu Zəfər bayramının 5 illik yubileyi münasibəti ilə orduda maaşların qaldırılması gözlənilirdi. Amma maaşlar qaldırılmadı. Hazırda orduda hərbi qulluqçuların 95% kredit, mağazaya, nisyə borcları və sələmçilərə faiz borcları var. Ordunun 95% borc içində boğulur, qıvrılır, ölür. Hətta çox vaxtı intihara qədər gəlib çıxır. Ordu borc içində batır, amma İlham Əliyevin vecinə deyil. 2026-cı ildə maaşdan ən çox pul tutulacaq sahələrin biri də hərbi sahədir. 9 milyard deyir manat orduya pul ayırırıq. Manatdan da deyirlər çox olsun. 9 milyard manat orduya pul ayırırsa İlham Əliyev niyə 10% hərbiçilərin pulunu qaldırmadı? Hərbiçilərin maaşından yüksək vergi tutulacaq. Bu da onların yaşayış səviyyəsinə mənfi təsir eləyəcək. 2026-cı ildə Azərbaycan hərbiçilərinin nəinki maaşı qaldırılacaq, hətta vergi tutularaq azaldılacaq. Dəyərli həmvətənlərim, bu başqa hərbi qurumlara da aiddir. Ta İlham Əliyevin götünü qoruyanlardan başqa. İlham Əliyevin o vaxtı Topal Dağdan götünü qorumaq üçün də yenidən bir, necə deyərlər, yenidən orada ixtisarlar olsa da, amma təminat, təchizat, müəyyən nəsə varsa, ora ayrılır. Təsəvvür edin ki, xalqı qoruyan qüvvələrdən çox, İlhamı qoruyan qüvvələr var. Xalqı qoruyan qüvvələrə ayrılan puldan bir neçə dəfə artıq pul təkcə İlham Əliyevin götünün qorunmasına ayrılır. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım. Bəli, dostlar, qardaşlar, bəli. İndi isə baxın, orduya 9 milyard manat pul ayrılır. Hər neysə, 9 milyard manatın orduya nə dəxli var ki? Hamısı keçən əsrin birinci və ikinci yarısının texnikaların 90% yox, 90% yox ha, 99% Azərbaycan ordusu və digər silahlı birləşmələr DSX daxil 99% keçən əsrin birinci və ikinci yarısının silahlarıdır. Liboy avtomatı götürün belə fırlayın, ilinə baxın. Liboy avtomatı nə yazılır orada? 60, 72, 73, 67. Mən görmədim 2000-dən bəri avtomat. Həyatı boyu eşitmədim 2000-dən bəri avtomat. Bəlkə məndən sonra nəsə oldu deyənmərəm. Və dəyərli həmvətənlərim, çox 99% də düzgün atmır. Bütün Azərbaycan ordusuna hamısına uçevni mərmiləri alıblar, Bayavoy mərmi adına soxublar. Azərbaycan ordusu hara mərmi ata bilər? İrana yox, Türkiyəyə yox, Gürcüstana yox, Rusiyaya mümkün deyil. Azərbaycan ordusu bir dənə mərmi ata biləcəyi yer Ermənistandır. Ölkə Azərbaycan devləti kimin əlindədir? Ermənilərin əlindədir. Şamiyan nəvələrinin. Ona görə
Bakın, bütün artilleriya, raket mermiləri, hamısı, hətta təyyarə mermiləri, helikopter mermiləri, havadan havaya, karadan havaya, karadan karaya, yəni yerdən yerə, havadan havaya, bu mermilərin 90% saxtadır. Uçebnidir. Sadəcə o boyda durba 7 metrə raket gedəcək, ya 5 metrə raket gedəcək, düşəcək erməniyə. O düşdüyü yeri durba kimi düşəcək, ora zərər verəcək. O amma patlasaydı, o bir neçə binanı dağıdardı məsələn. Amma bir dənə durba kimi düşəcək. Kimin başına düşsə o ölə bilər. O da milyonda bir dənə ola ya olmuyor. Milyonda da yox, 100 milyonda, milyardda. Bizdə uçebni mərmilər. Mən hərbiçiyəm, mən mütəxəssisəm, mən bilmirəm nə deyirəm. Axırıncı dəfə mən Müdafiə Sənaye Nazirliyinin önəmli bir şəxsindən danışdım. Dedi, Qabil, bizə komanda gəlibdir. Sadəcə dedi, ürəyim ağrıyır, Qabil. Hansı silahlar ki Azərbaycan ordusuna, Dövlət Sərhəd Xidmətinə, yəni erməni üçün də, xarici düşmən üçün hazırlanır, onları başdan o yana eləyirik. Və hansı silahlar ki, banda delə, polisə, daxili qoşunlara, yəni xalqı döymək üçün silahlar hamısı xüsusi diqqət mərkəzindədir və onlar xüsusi qaydada hazırlanır. Dəyərli həmvətənlərim, xaricdən alanda da elədir. İlhamın götünü qoruyan qüvvələrə ən gözəl texnikalar, ən gözəl təchizat alınır. Amma xalqı qoruyanlara yox. Baxın, indi İlham Əliyevi qoruyanların da əyninə başına baxın. İlham Əliyevi qoruyanların da əyninə başına baxın. Yeməyinə baxın. Aldığı məvacibə baxın. Və dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, xalqı qoruyanların da əyninə başına baxın. Aldığı məvacibə baxın.